Tanınmış böyük alimlərdən biri var, Nəcəf alimi. Nəcəfdə oxuyub. O özü deyir ki, mənim alim olmağıma səbəb Nəcəfə gedib Həzrət Əlinin qəbrini ziyarət edib, elm oxuyub, İmam Əli Əleyhisselam haqqında araşdırmağımın, tələb olmağımın, bu elm məktəbinə girməyin səbəbkarı bir dənə qonşumda olan quşbazdır. Göyərçin uçurdandır. Necə? Amin alim danışır ki, bizim qonşumuzda bir göyərçin saxlayan vardı, quşbaz idi. Xəstə idi bu adam bizim dillə desək. Bunun hobbisi göyərçin idi. Bu qonşuları narahat edirdi. Qonşular bundan şikayət elədilər. Polis gəldi, bunun göyərçinlərini aldı, uçurtdu, özünü də apardı, həbsə atdı. 3 ay həbsə yatandan sonra o təzdən gəldi. Həbsxanadan çıxan kimi evinə getmədi. Birinci bazara getdi, təzdən göyərçin aldı, gəldi, təzdən göyərçinləri uçurtdu. İkinci dəfə qonşuları şikayət elədilər, onu həbsə atdılar. Getdi, təzdən neçə ay yatdı, çıxdı. 3 dəfə həbs yatandan sonra mən onun qonşusu, dedim bəlkə gedim buna bir nəsihət edeyim də, mən məhəllə uşağımdır. Yaxınlaşdım, dedim ki, adam oldu. Bu nədir yaxı? Belə şey olar. Sən 3 dəfə həbsə düşmüsən, bir dənə göyərçini öyrə, bir dənə quşbazlığı öyrə. Tərk elə bu işi. Həbsxanadan çıxan kimi elə girərsən, quş alırsan, təzdən gəlsən, yuva vurursan. Mənə nə desə yaxşıdır? Mənə dedi ki, sən aşiq olmusan. Dedim, başa düşmədim. Dedim, mən aşiqəm. Mən göyərçinlərin aşiqiyəm. Mən quşbazam, mən bu işin aşiqiyəm. Bu yolda hələ yenə də nə lazım olsa, həbsə düşməyə hazıram. Sən, ümumiyyətlə, sənin aşiq olduğun şəxs kimdir? Deyim, mən də dindar adamam, namaz qılım. Nə deyim? Deyim ki, maşını sevirəm. Deyim, mənim ağam, eşqi və qurban. Kimdir? Ağam Əlidir. Dedi, Əli İslamdır. İndiyə qədər Həzrət Əliyə görə 5 gün türmədə yatmısan, bir şillə yemisən, başı ağrıdımısan. Deyir, mən xəzalət çəkdim. Bir quşbaz öz quşuna görə deyir, aşiq olmuşam. Aşiqim, məşuqu olan bağlığı üçün hində həbsdə yataram, o quşdan əl çəkmərəm. Mən deyir, onun sözü tutdu məni. Mən işimi, gücümü atdım, getdim Nəcəfə dərs oxumağa. Yəni, alimdir. Necə aşiqsən? Məşuqsun, başını ağramaq istəmirsən, pul xərcləmək istəmirsən, söz demək istəmirsən, həbsə gedmək istəmirsən. Ata, bu nə oldu? Ancaq gözləyirsən ki, öləndə ağam Əleyhisselam gələcək, başım istə, mənə kömək olacaq. Aşiq məşuqsun, zəhmət çəkər. Qur'anın da sözü budur. Hələ dünyəvi eşqdir ya, o göyərçin dünyəvi eşqdir. Quran-ı Kərimdən bunu oxşar nədir? Yusuf Peyğəmbər əleyhissalamın başına gələn iş, Züleyxa, sonra o qadınlar. O qadınlar özləri də bilmədən əlləri neynədilər? Kəsdilər, Quran ayəsidir. Hələ bu dünya eşqi idi. İndi siz Əli əleyhissalama aşiq olasınız, görün nə olacaq? Allamə Muhammed Təqi Cəfəri, Allah ruhun şad eləsin. Deyir, bir gün bir qadın naməhrəm şəkli gətirmişlər, mən qısa eləm. Bir-bir hamısı tələbələr əlində verdilər, hamısı subay cavan oğlan tələbə, bir dənə, üzr istəyirəm, bir müğənninin şəkli verdilər, hamısı baxırdı, hərə bir söz dedi, şəkil fırlandı, mənə çatanda nəfsimdə, içimdə qazdım, baxmayım. Mənə çatanda xırım ki, mən baxmıram, üzümü döndərdim, getdim. Elə belə də mədrəsənin pilləkənində əlimi qoydum pilləkən dəmrək, məni orada bir anda yux apardı. Əmir Əl-Müminin Əleyhisselamın mübarək üzüm mənə göstərdilər. Deyir, indi də ki, bunu danışıram, onun şirinliyi mənim yadımdan çıxmayıb. Aşiq məşuqa bağlı olar. İndi bizim də zamanımızın bir imamımız var. Kimdir o? İmam Zaman ağadır. Hamımız İmam Zaman gözləyirik. Ağamız aşiq sənə. İmam Zaman üçün neynəmişik? Xoş o adamların Allah. Buna cavabı var. İmam Zaman üçün bir şey eləyiblər. Zəhmət çəkiblər, danışıblar, pul xərcləyiblər, başını ağrıdıblar. Lazım gələndə hər iş görüblər ki, tək mənim ağam məndən razı olsun.